İnsan Ramazanda elə bir işi çıxır, o mütləq öz yaşadığı yeri tərk eləməlidir, müəyyən məsafəni qət eləməlidir, 22 kilometrdən də uzaq bir məsafələrə getməlidir və yaxud, məsələn, axşama qayıtmır, axşama qayıda bilməyəcək bu insan. Qayıda bilməyəcəksə, o nə etməlidir? Və yaxud səhər çıxdı, məsələn, zöhr azanına qayıtmalıdır. Ya zöhr azanından günorta çıxdı, axşama qədər, sübhə qədər qayıtması məsləhətdir. Bir məna, birdən sübhə qədər çatdırmasa ki, sabah niyyət edib, başqa yerdə onu niyyəti o gün üçün niyyət edə bilməz. O sübhə qədər niyyət etmək. Və yaxud niyyəti etsə belə zöhrə qədər qayıtmalıdır yerinə və orada niyyətini təzələməlidir. Məsələn, birdən, yəni qısa deyim, Ramazan ayında bir adamın öz yerini tərk etmək zəruriyyəti irəli gəlirsə, 3 gün, 5 gün, 10 gündən az müddətində oruç tuta bilmir başqa yerdə. Tutmağa haqqı yoxdur. Ne üçün? Məsələn, adamlar var, deyər ki, mənim heç bir problemim yoxdur. Mən elə hara geçsəm də yenə orucumu tuta bilərəm. Bu mütəmadi yol gedən adam deyil. Nə sürücü işləyir və yaxud da elə bir işdə deyil ki, hər gün ayda 3-5 dəfə uzaq yolları gedib gəlir. Uzaq yollar gedib gəlirsə bir adam, sürücü işləyirsə, uzaq yollara gedib gəlirsə, onlar orucu hər yerdə tuta bilərlər. Onlar adətkardadır, örgəşiblər. Amma bir yerdə işləyən, bir məkanda qalan insanlara aiddir dediyim, onlar 10 gündən az Ramazanda öz yaşadığı yeri tərk edəcəksə, onlar gedib məcburdur o işin arxasınca getmək, getsin, işini görsün, həll etsin, yəni başqa vaxtda təxirə sala bilmirsə, gələn il Ramazana qədər həmin günləri qəza edəcək. Vəssalam.